Bəli, məni dinləyən hər kəsə salamlayıram. Qarşıda çıxış eləyir. Mən Məmmədov Tural və qismət olsa bugün nə öyrənəcəksiniz? İmtahana düşən suallar içərisində bilirik ki, Exceldən həmişə imtahana 2 və yaxud 3 sual düşür. Məhz imtahana düşə biləcək Excellərin bugün izahına baxın. Başladıq. Gəl Bənövşə, gəl görüm. Sən sorğuya çəkəcəm bu dərs rekord bitəndən sonra. Gör necə keçirsən. İndi elektron cədvəl fraqmenti dir verilmişdir. D1 xanasındakı düsturu D2 xanasına köçürdükdən sonra D3 xanasında alınan qiyməti tapın. Buyurun. Bax sizdə. 2 dəqiqəniz var. Bax, sürüşdürmə sualı həmişə düşür imtahana. İndiyə qədər olmayıb ki, düşməsin. Həmişə dəftər çıxar. D1 xanasındakı düsturu D2 xanasına köçürdükdə D3 xanasının hansı qiymət alınır? Qəbula düşmüş sual. Tapdın? Tapdın. Göndər. Sonra demək olanı cəmi tapmaz. Göndər. Şəkil kim göndərmiş olar, cavab kim göndərir? Getdik. Bax, bitdi. Mənə deyir ki, D1-dəki düsturu D2-yə köçür. D1-dən D2-yə keçəndə yalnız nə dəyişir? Yalnız sətir və neçə addım? Bir addım dəyişir. Birdən desəydi ki, Y2-yə keç. Onda bir dənə sütun, bir dənə sətir dəyişər. Amma indi hal-hazırda bir dənə sətir dəyişəcək. Ona görə B1 nə olacaq? D2 üstə gəl. Burada C dəyişir, dəyişmir. Dəyişir. Çünki necə dəyişir? Əgər mən sütunu dəyişdirsəydim, dəyişərdi. Çünki qabağında dollar yoxdur. Amma konkret indi dəyişmir. Niyə? Çünki mən yalnız nəyə dəyişməliyəm? Sətri dəyişməliyəm. Yalnız sətir dəyişdiyim üçün dəyişmir. Yoxsa dollar olduğu üçün dəyişmir deməyim düz deyil. Çünki dollar nəyin qabağındadır? Üçün. Yalnız sətir dəyişməməlidir. Elə burada ümumiyyətlə mənim sualımda yalnız sətir dəyişə bilərdim. Amma indi burada dollar sətrin qabağındadır. Deməli, sətir də dəyişmir. Çünki dollar sətrin də qabağındadır. Üstə gəl. Rəqəm dəyişə bilərmi? 3 qaldı. Görsün nasıl qəbul sualı. D1-in qiymətini qoydum yerinə. 3. Yəni D1 bərabərdir. 3. Üstə gəl. D3-ün qiyməti 2. Üstə gəl 3. Nə qədər elədi? Bəli, 8. D2-nin qiymətini tapıram. D2 1. Üstə gəl. Yenə C3 2. Üstə gəl 3. 5 niyə oldu? 6. Cavab 14. Kim almışdı? Niyə? Hesablama da. Yaz dəftərə. Misalları beynimdə hesablamaq olmaz. Rəqəmlər dəyişmək olmaz. Onu da yaz dəftərdə. Sürüşdürmə sualında, Excel'də sürüşdürmə sualında rəqəmlər və qarşısında dollar olan hissələr dəyişmir. Elə səndən başlayaq, sən yaz. Sən tapdın cavabı? Nəsə tapmışdın? Getdik o suala. Uşaqlar, Excel-ə aid düşə biləcək digər sualımız diaqram sualıdır. Hər il demək olar ki, düşür. Çox nadir hallarda düşməyib. Getdik. Sual edin. Hər il imtahana düşən diaqram sualı. 3 dəqiqəniz var. Deyir ki, mən A1-ə nə yazmalıyam ki, buradakı diaqram, bu diaqram əsasında, bu cədvəl əsasında qurulsun. Burada B1, C1 plus 3. Bəli. Göndər. A1-i tap.
Bəli, bəli. Olur, okunur da hər şey. Oxuyacaqsınız. İstəyirsiniz, mən buranı biraz böyüdüm, onsuz diaqram bəllidir nə oldu. Onu göndərir cavabları, yaxşı cavablar gəlir. Əli, sən biraz fərqli cavab almışsan ondan. Anı. A1. Bəli, 42. Şair insan ben hocam. Şairim. Yarınız 5 tapmışsınız. Bir 206 tapmışsınız. Bak bitti. Getdik. Parasını tapdın. 5 tapdın. Anladın. Zaten. Şuralar bak burada her şey bəllidir. Bu ən asan düşə biləcək sualdır. Niyə? Çünki bunun eləsi olur ki, heç bir xanada hər şey bəlli olmur. Amma burada hər şey bəllidir. C1 də bəlli, C1 də bəllidir. Mən buranın qiymətini tapa bilərəm. C1'in qiymətini qoysam yerinə 3, C1'in qiymətini qoysam yerinə 4, nə qədər edir? 7, 7-dən 2 çıxsam 5, 5-i də vursam 4-ə 20. Mən sizə demişdim ki, burada gələn birinci, burada neçəncidir? Saat əqrəb istiqamətdə, saat 12-dən etibarən. Birinci, yəni bu qələmin rəngini dəyişək. İkinci gələn elə ikincidir. Üçüncü gələn də elə üçüncüdür. Onda mən burada tapdığım 20 haranın qiymətidir? Buranın. Və əgər bura 50%-dirsə, burada 25-25-dirsə, deməli bunların hər biri neçə olmalıdır? 10, 10. Mənə nəyin qiyməti lazımdır? A1'in. A1 bu ifadələrdən hansında var? Üçüncüdə. Ona görə mən üçüncünü neçəyə bərabər eləyəcəm? 10'a. Bərabər elədim buranı 10'a. 2 keçdi bu yana. Oldu 12, bərabərdir 12. Məlumları qoyuram yerinə. B1'in qiyməti 4, C1'in qiyməti 3. Bura neçə elədir? 1, düzdür? Oldu belə. 2 vur A1 üstəgəl 1 bərabərdir 10'a. Deməli, A1 üstəgəl 1 nəyə bərabərdir? 12'ye, 12'ye. Üzr istəyirəm. Bura 12'dir. A1 üstəgəlin 1 elədi. 12'ni böldüm 2'ye 6. Deməli, A1 neçəymiş? 5 imiş. Mən ölçəm. Başa düşdün, niyə 5'dir? Sən niyə 6 yazmışdın? Bilmədi ha? Bilmə. Diqqətli ol. Başa düşdün sualı. Və bu imtahan üçün 2 dənə sualdır. Həmişə bütün imtahanlarda var. 1. Sürüşdürmə sualı. 2. Nə sualı? Diaqram sualı. Biraz indi bu asanlardan. İndi məsələn, indi mən sürüşdürmə sualının sizə bir qədər fərqlisini verəcəm. Onu yazın görün. Şifahi formada. Şifahi yazmalı deyirsiniz. Yəni özündən şifahi verəcəm. Misal, bu baxımdan şifahi deyirəm. Deyirəm ki, A1 xanasında bu düstur yazılıb. A1 bərabərdir. A2 üstəgəl C3 üstəgəl dollar D3 üstəgəl dollar C2 üstəgəl dollar B dollar 2 üstəgəl 3. Buradakı bu düsturu D6 xanasını sürüşdürsəm, D6 xanasında hansı düstur alınır? Yazın. Bəli. A1-dən D6-ya sürüşdürsəm, A1-dəki düstur D6-da hansı şəkildə düşər? Bunu yaza bilsəz, deməli sən artıq bununla düşə biləcək bütün sualları yaza biləcəksən. Çünki dollarların istənilən forması burada var. Dollarsız da var. Bütün hallar nəzərə alınıbdır bu sualın içində. Bütün hallar nəzərə alınıb. Bəli, yuxarıdakını sürüşdürürsünüz D6-ya. Yazın da necə? Bunu yaza bilsənsə, deməli bayaqki sual düz yazacaqsan. Sürüşdürmə sualı. Niyə D olmalıdır ki? Mən sənə qiymət tap demirəm ki, düsturu tap deyirəm. Soruşuram ki, Bənövşə, A1-də bu düstur yazılıbsa, A1-dəki düsturu D6-ya götürsəm, D6-da hansı düstur yazılar? Göndər. Son. Niyə fariz yazmırsan? Yazmırsan, yaz. Yaz o.
Yaz göndər. Yaxşı. Altı cavablarımızın bir ikisindən. Kim səhv yazır? İnsanın şərtindən bu köçürdür. Getdik. Hələ başladı. Görün kim düz yazıb, kim səhv yazıb. Əvvəlcə baxmalıyam ki, sətir burada neçədən artır? Həmin 5-dən. Yazıram plus 5 sətir. Bunu yazmalıyım mütləq. Sütun nə qədər artır A-dan B-yə gəlmək üçün? 2 dənə gəlsəm B-yə, 2 dənə gəlsəm C-yə, 3 dənə gəlsəm D-yə. Deməli 3 dənə də sütun artır. Müəllim səs gəlmir. Nə vaxtdan etibarən gəlmirdi? Elə bu son bir dəqiqədə indi düzəldi. Hə, düzəldi mi? Deyirəm ki, mən burada Bəli. A-dan D-yə getmək üçün 3 dənə sütun qabağa getməliyəm. 1-dən 6-ya getmək üçün 5 dənə sətir getməliyəm. Deməli bunların da hamısı bənövşə o qədər getməlidir. A-dan 3 dənə sütun getsəm, nə olacaq yenə? Elə D. Bu da 5 faiz artdı oldu 7. Eyni qayda ilə C-dən 3 dənə sütun getsəm D, Y, F, F8, kimsə F9 yazmışdı. Dollar D olduğu kimi qaldı. 3, 5 faiz artdı oldu 8. Sonra burada dollar C olduğu kimi qaldı. 2, 5 faiz artdı oldu 7. Üstəgəl bu ümumiyyətlə olduğu kimi qaldı. Dollarını elə bilin ki yazmışam. B2, 3 də olduğu kimi qaldı 3. Kim belə yazmışdı? Kim idi o F8-in yerinə F9 yazan? Niyə yazırsan ki? Götürmə də. Əli götürmə. Diqqətli ol. Diqqətli ol uşaqlar. Maksimum diqqətli. Bax, diqqətli tüm fikri sualda olsun. Başqa düşünməyin. İmtahan şəkli suallar. Bilirəm. Bilirəm. Bizim məqsədimiz nədir? Bizim məqsədimiz hal-hazırda bənövşə oldu ki, biz imtahanda qənaət başqa almalıyıq. Onu yağ. Bizim hədəfimiz 30 deyil tutaq ki. El adamın indi onun hədəfi 30-dur. El adamımız olmalıdır ki, onun hədəfi olmalıdır 20, 21. Yəni biz yaza bildiyimiz qədər çox düz yazmağa çalışırıq. Hə, tutmayın da 21. Onu demək istəmirəm. Amma ki, elə olsun ki, əlimizdə 100% əmin olaq ki, 20 dənə bizim düzümüz var. Ən çox düşənə görə işləyirik. Ən çox düşən tiplər işləyirik. Yəni, ən zəif yazanımız inşallah ki, 20 dənə yazsın, 22 dənə yazsın. Çox yazanlar olsa inşallah ki, yazacaq. Məsələn, keçən dəfə 25 yazanlar, diqqətli olun ki, bu dəfə 30 yazasınız. 28, 29 yazasınız. Birinci qəbul getdi. Yenə, bir-iki dənə də buradan işləyəcək. Bundan uşaqlar çox işləməyəcək. Çünki o qədər çox vaxtımız yoxdur. Bu zaten asanlıqda məncə çətin olmaz bu. Deyir ki, hansı aralıq əsasında qurulubdur. Bu su kimi sualdır. Excel-ə düşə biləcək. Bu qaldı. Belənlər bazasını vermişdim buradan işləməyə. Qəbulların içindən. Bəs qəbulların içində nəyə vermişdim? Python vermişdim sizə. Belənlər bazasını əvvəl vermişdim. Dünən vermişəm. Bilirəm, yəni dünən vermişəm, verməmişəm. Hər şey, başa düşdüm. Getdiniz, işləyin. 86. Görmüsən? Yaxşı. İndi? Ömür. Görmüsünüz? Danışırsan. Hesab edelim. Tamam. Cəld. Bunlar çox tez işləməz. Siz bu işlədiyi suallardır. Və görürsünüz, hər qəbula bənzər şey düşür. Sürüşdürmə. Var. Bütün qəbullarda var. Keçən qəbullarda var. Son qəbulumuz. Son qəbulumuzda biraz Word sonu gəlməsi var. Python sözlərindən bağlı. Onu başa düşün. Onun kənarında digər suallar belə çətin deyil.
Müəllim səs Yəni gəlmir. 28, 26 yazmaq olar. Başlayalım. Göstərəcəm indi. Gözləyirsiniz asantıda. Düşünürəm, onun həll yolu bəllidir də. Həll yolu budur ki, cədvəli qurursan. İndi bəzi hallarda bu sual elə sualdır ki, əvvəlkilərdən fərqlidir. Parametrlərin sayı çoxdur. Ona görə bu sualda bir qədər artıq üçüncü cədvəl, ikinci cədvəldə qurmamız lazım olacaq. Onu göstərəcəm. Bu rekord tutarsın. Tapdıq cavabı. 12. Yəni, bax, görək, niyə bu 12-dir? Deyir ki, A3 xanasında verilən düsturu C2 xanasına köçürsək. Mən A3-dən C2-yə keçsəm, nə baş verir? Neçədən sütun artır? Sətr nə edir bəs? Bir dənə azalır. A3-dəki düstur bəllidir. Deməli, mən bura yazacağım sütun ki, çaşmayın. Bax, görürsünüz, yazmasınız, çaşarsınız. Sütunlar 2 dənə artır. B-nin qabağında dollar yoxdur. 2 dənə artdı, oldu nə? D. 3 olduğu kimi qaldı, çünki dollarlıdır. Vurulsun 2. Burada çıx, dollar. D olduğu kimi qaldı. 2 də oldu 1. Çünki sətir bir dənə azalır. Qutardı getdi. Bundan sonra qiymətin yerinə qoyduq, cavab alırız. Qalmasan. D3-ün qiymətini götürdüm. 9. 2-yə vurdum. 18. Çıxdım D1-i. D1 neçədir? 6. Qaldı 12. Qutardı getdi. Nəyi dəyişirsən? Elə dənizcan var. Çünki yeni şey alınacaq. Elə ki, özü bir dənə artıq iş görürsən. O da çox elə problem bir şey deyil. Bax, burada görürsünüz, diaqram sual düşməyib, əvəzinə belə düşüb. Bir dənə də asan düşübdür. Bu biraz asan qəbul. Nəyi? Çünki çox soyuqdur. Buna bir dənə də baxırıq, daha bitir buna aid suallar. Artıq buna baxmayacaq. Bu aydındır da. Sürüşdürəcəks, yerinə qoyacaqsınız. Bu asandır. Görün, indi bu diaqramın hansı tipindəndir? Hə, bu diaqram işləyin. Yox, heç bir algısı yox. Getdiniz. Bu sualı işləyin. Ondan sonra siz dediyiniz qəbulun sualına baxacaq. Elə bu videonun içində. Qəbul, düzəldir. Yenə bəlli var, məlum var yenə. Bu qədər çətin deyil, bir şey yox. O qədər çətin deyil. Yenə bəlli olan var. Mən istəyirəm ki, burada məlum olmasın. Sürətli oluruq. Üçün. Göndər. Demədim. Göndər dedim. Heç burada 4 cavabı var mı? A1'i soruşur da. 4 yoxdur axı cavab. Səhv deyil. 7 alırsınız. Bax, bitdi. Diqqət. Yenə birincinin, ikincinin və üçüncü isə üçüncünün. Bunu biləndən sonra məlumdan başlayırsınız. Yaxşı olar ki, orada məlum olsun. Əgər məlum varsa, məlumdan başlayırsınız. Məlum yoxsa bərabərləşdirmə edilir. Görün, bu diaqramlar neçədən bir-birinə bərabərdir? Birinci ilə üçüncü. Əgər bir məlumluq olsaydı, birinci ilə üçüncünün bir-birinə bərabərdir, oradan A1-dən tapardı. İndi bu məlumdan istifadə edirəm. B1-in qiyməti bəllidir. Neçədir? Qəşəng sualıymış. B1-in qiyməti bəllidir, amma yenə A1 ilə bəllidir. Elə əladır. B1-in yerinə nə qoyacağım uşaqlar? 2 dənə A1 üstəgəl 9. Yəni 2x üstəgəl 9.
X qoymasaz da olar. Daha bir də qala bilərdi, amma qoysaz da olar. 2 üstə gəl 9. Üstə gəlsin 2 olduğu kimi qaldı. Bəs C1-in qiyməti nədir? 2-dir. Yəni 2 vurulsun 2. Bölünsün 3. Mən bunun neçənciyə bərabər olduğunu bilirəm. Ən axırıncıya bərabər olduğunu bilirəm. Axırıncı nədir? C1 üstə gəl A1. Elə mən istəyən sualdır. C1-in qiyməti nədir? 2-dir. 2 üstə gəlsin A1. Nə aldım buradan uşaqlar? Bir dəyişənlik tənliyi. Elə A1-in yerine də X yazsam daha yaxşıdır. Bir dəyişənlik tənliyizdən nəyə tapacağım? X tapacağım. Gəlin sadələşdirək. 2X üstə gəlinsin neçə? 13. Bölünsün 3. Bərabərdir. 2 üstə gəlsin X. İndi buradan yaxşı olar ki, bunu buna bölmək yerinə bunu buna vurasınız. Sonra buna bərabər eləyəsiniz. 2X üstə gəlsin 13 bərabərdir. Neçəyə? 3 vurulsun X. 3X üstə gəlsin 3 vurulsun 2, 6. Razısınız? Sanki mən bu 3'ü vurdum burada. Bildiyiniz adi tənlik həll eləmək olur. Qalanı da ki, aydındır. X keçər bu tərəfə, 2X keçər bu tərəfə. Burada olar 3X çıxılsın 2X. O da eləyər X. O da bərabərdir. 13 keçər. Onlar olduğu kimi yerində 6 keçər onun yanına. O da elə 7. Tutar. Məlumat yoxsa nə etmək lazımdır? Bərabərləşdirib tənlik kimi eləmək lazımdır. Amma bu asan idi. Məlum idi. Ayrı formada ədədə bərabər edirik. Ehtiyac var? Fayda. Yox. Ehtiyac olsa düşər. Diaqrama iki sualı baxacağıq. Bu da diaqram tipidir. Baxım görüm bəllidir hər şey. Burada biraz bəllilik var. Gəlin birisini eləyək. Son qəbul açalım. Bəli. Çıx qayıt. Görüm o son qəbul anı. Tərtəmiz. Neyse bu tertemiz qəbulun içine baxaq. Uşaqlar, bu sual. İmtahanda bu sual səhv yazanlar qınamayacaq. Hə, bu sualı başa düşürəm. Yaxşı, bu sualın əlli uzundur. Orada biraz başa düşmək çətindir. Başa düşürəm. Bu sualı yazmayana başa düşürəm. Bir də Word-a aid sual biraz qəribə çıxmış. Onu başa düşürəm. Qalan suallar yazmalıydınız. Niyə yazmalıydınız? Çünki bunu mən demişəm. Biz bunu işləmişik. Hani bu ən axırıncı sualı. 90-cı sualı işləmişik. Biz bu sualı işləmişik. Bunu dərsdə işləmişik. 88 də dərsdə işləmişik. Bunu da dərsdə işləmişik. İkisini də işləmişik. Açıq sualın ikisini təxmin eləmişik. Nə istəyirsiniz? İndi gəlin Excel aid imtahan düşən suala baxaq. Görsəz deyin. Bir də sual, say sisteminə belə sual düşə bilərdi. Bunu indi izah verəcəm. Gəlin onu birimiz ona baxaq. Diqqətli olun. Bax. İstənilən say sistemindən onluğa keçən nə etmək lazım idi? Üzərini nömrələmək. İnan ki, heç bir fərqi yoxdur. Bizdə sadəcə burada X yazıdır, burada N yazıbdır. Nömrələyirsən. 0, 1, 2. 0, 1, 2. Bunu nömrələmirəm. Onsuz bu neçəlikdədir? Onluqda nə ehtiyac var? Zaten onsuz nömrəsini eyni şeyə qayıdacaqsın. İndi bunu atsam, nə olacaq? 5 vurulsun N-in kvadratı. Düzdürmü? Üstə gəl Mn. Üstə gəl 4. Razısınız? Qayda açıram. Bu qaydan bilirsiniz. Çıx. Ya mən bunu çıxma yazıb mötərizənin içində yazmalıyım, ya da birbaşa işarələri neyniyə gətirməliyəm? Mənfiyə dəyişə gətirməliyəm. Birbaşa işarələri dəyişə gətirirəm ki, çox vaxt getməsin. 4 N-in kvadratı çıxılsın Mn, çıxılsın 5. O da bərabərdir neçəyə? 48-ə. İndi 5N kvadratından 4N kvadratını çıxanda qaldı N-in kvadratı. Mnlər getdi. Gördünüz, işiniz nə qədər asanlaşdı. 4-dən də 5-ə çıxsam qaldı mənfi 1. Yəni N-in kvadratı çıx 1 bərabərdir 48. Buradan N taparam neçə? 7. İndi N əgər 7-dirsə, M də N-dən 1 vaid fərqlənirsə, M neçədir? 8 ola bilərmi? Yox. Çünki 7-lik say sistemində M-in yerinə neçə qoymaq olmaz? 8 qoymaq olmaz. Deməli neçədir? Qutardı getdi.
Su kimi sualda bir. Başa düşürmə, bir idman görməmişsiniz. Fərqlidir. Amma yenə də yaza biləcəyiniz sualdır da. Fərqli heç nə yoxdur. 8-ci sinifdə say sistemi var. Təbii ki də bunun eynisi yoxdur da. Niyə eynisi olmalı ayləmə? Üstün nömrələməyi bilirsən? Yox, üstün nömrələməyi bilirsən? Bilirsən. Sən bilirsən. 7 bal. Sonra götürdüm. Məsələn, sonra nə bilməm. Yemin burada iş. Tarix dəftərində deyil, mən bir tarix fənnində imtahanda olmayan suallar. Bizdə informasiyada bu problem biraz belə qəşəng suallar. Həqiqətən, planlalı suallar. Problem buradadır. Valla, məncə çox savadlıdır. Əli bəyə sual nə edirsən? Çox da gözəl sualdır. Qəşəng sualdır, çox da məntiqli sualdır. Sual səhv olsa sən məni bildirə bilərsən. Sual səhv deyilmi? Bunlar işləmirsən mi? İşləmirsən. Elə gözəl var. O başqa şey. Vaxt çatdırmaq düzdürsən. Başqa şey. Problem orada var. Amma sualda səhvlik yoxdur. Sual da məntiqli sualdır. Sadəcə bunu sınaq kimi salsalar, sınaq imtahanlarına salsan mən başa düşərəm. Ya bu qədər vaxt aparan sualı salmaqlar doğru deyil. Orası düzdür. Amma ki, suallar səhvlik deyil. İnformatika uşaqlar, müəllimlər işləyirlər dildə. İnformatika müəllimlər dildə işləyirlər. Mən çox elə narahatçılığım yox. Sadəcə asla çətinləşdirirlər. Düşünmürəm burada səhv olduğunu. Getdiniz. Baxın bir şeydir. Buyurun. İndi sürüşdürmə ilə diaqramı birləşdiriblər də. Elə bir ki, bir dənə sual salıblar. Normalda bir dənə sürüşdürmə, bir dənə diaqram düşməli. İndi sürüşdürmə ilə diaqram yeni sualın içindədir. Getdiniz 67 işləyir. Nə qədər? O qədər çox getməli deyil. Yazın görək. Yaraya kimi etməli deyirsiniz, tam getməlisiniz. İki sualın birləşməsi sadəcə. Onu da keçmirsən, bunu da keçmirsən. Yazılma ixtiyarı varmı? Var. Vaxt baxımdan düz deyirsiniz. Başa düşürəm. 2 qat vaxt gedir. Düzdür. İnformatika Sovetdən qalma nə cəzrayət? Sən də gülmə danışırsan. İnformatika Sovetdən qalan savadlı adamı? Hə. İnformatikada mən başqa fəndən zabit deyirəm, mən öz fəndən danışıram. Bir müəllim başqa fəndən danışırsa, demək o cahildir. Mən başqa fəndən danışamam. Tarixdə indi isbat olundu, mən qəbul elədim. Başqa fəndən danışmam, mən bilmədiyim saatdə danışamam. Mən öz fəndən danışıram ki, normal sualdır. İşləməz. Sadəcə 2 sualın kombinasiyası. Problem yoxdur sualda. Amma vaxt baxımdan düz deyirsiniz. Bu qədər vaxt aparan sualı eyni mövzuda salmaqları, eyni qəbulda doğru deyil. Sadəcə bir məsələ buradadır. Amma vaxtı çatdıranlar varmı? Var. Bu da realdır. Dəvət olun. Suallar komitəsiz uşaqlar. Suallar insan seçmir. Təsadüfən belə alınır. Bəli. Və sualı seçən orada banker müəllimlərdir. Seçilmiş suallara baxır ki, suallarda səhv var yoxsa yoxdur. O müəllimlər də ikinci imtahanda olsa banker müəllim olacaqlar böyük ehtimal. Yəni onlara ikinci imtahanın sizin gedib getməyinizin bir dəxli yoxdur. Bu baxımdan yanaşma tam düz deyil. Təsadüfən səhv suallar seçilir. Elə olur birinci imtahan asanlı olur, elə olur ikinci imtahan asanlı olur. Keçən ildə birinci imtahan asanlı idi. Ondan əvvəlki birinci imtahan asanlı idi, ikinci çətin idi. Hə, ikinci asanlı olmuş. Bəli, hər il bir fərqli cür olur. Yəni konkret deyə bilmərik ki, bu il necə olacaq. Hər dəfə başqa cürdür. Heç bir qanuna uyğunluq yoxdur. Siz sual həll edin, sürətli olun, vaxt bitir. Getdi uşaqlar həllə. İlk ki, mən D1-dəki düsturları köçürdüm. D2-yə və D3-ə. D2-yə və D3-ə köçürdəndə yalnız nələr dəyişir? Sətirlər dəyişir, düzdürmü? B1 nə olacaq? B2 vurulsun. 1 üstə gəl. A1 nə olacaq? A2 üstə gəl. C2 nə olacaq? C3 mötərizəni bağladım. Bölünsün 100.
Eyni qayda ilə. D3. B2 nə olacaq? B3 vurulsun. 1 qaldı yerində. Üstə gəl. A2 oldu. A3. C2 oldu. C neçə? C4. Çünki 2 vahid artacaq. D1-dən D3-ə gələndə. C4 mötərizə bağlandı. Bölü 100 də qaldı yerində. Və indi burada birinci neçəncindir yenə? Birincinin. İkinci neçəncindir? İkincinin. Üçüncü neçəncindir? Üçüncünün. İndi bizdə naməlum olan hansıdır? B neçə? B2. Deməli, mən B2-nin olmadığından həll eləməyə başlamalıyım. O da birincidir. Birincinin gəlin cavabını tapaq. B1-in qiymətini qoyacağım yerinə. İndi baxacağım. B1-in qiyməti neçədir? 30. 30'u qoydum yerinə. A1-in qiyməti 30. D2-nin qiyməti D2-nin qiyməti 50. 30 da gəlinsin 50. 80. 80 bölü 100. 0,8. Üstə gəl 1. 1,8. 30'u da 1,8'ə vursaz 54. Deməli, bura neçə oldu? 54. Heç axıra kimi hesablamaya ehtiyac yoxdur. Deməli, 45% ədədi neçədir? 54. 45% 54'dür. İndi mənə hansını ədədin qiymətini tapmaq lazım? Hansı kəmiyyətin? B2-ni. B2 bu düsturlardan hansında var? İkincidə. Deməli, sadəcə mən bunu hesablamağım bəsdir. İndi gəlin bunu biraz sadələşdirək. B2-ni yerinə qoyuram x. Olur, x vur. 1 üstə gəl. A2-nin qiyməti C3-ün qiymətini qoyuram yerinə. A2-nin qiyməti 10. C3-ün qiyməti 10. 20. 20-ni böləndə 100-ə 0,2. Birinin də üzərinə gəlsəm 1,2. Yəni belə oldu. X vurulsun 1,2. Bərabər. İndi uşaqlar nəyə bərabərdir onu düşünəcəyik. Mən götürdüyüm burada B2 sıra baxımından neçənci yerdədir? İkinci yerdə. Burada ikinci yerdə duran neçədir? 35%. Deməli 45 54 ise 45 faizi, 35 faizi x'tir. Buradan x'i tapsaz görəcəksiniz ki, x elədi 42. Və gətirib bu bərabərliyi neçəyə bərabər eləyəcəksiniz? 42'yə. Tabi getdi, gördünüz. X neçədir onda? 35'dir. Bu kimi sualdır. Elə çox vaxt aparmır. Bir dənə sürüşdürmə. Elə bilirsən nəyə bənzəyir? O bir-birinə bərabərləşdirir. Zira orada itan vaxtı neyinisidir? Elə çox da vaxt etmir bu sualda. Normal işləsəz 1 dəqiqə yarımı işləyə bilərsiniz. Ən geci. Sual aydın oldu. Oxuma da, diqqətli ol. Zaten sual bəlli, sual işarəsi bəlli. Deməli, sən B2-ni tapmalısan. Bunu aşağı sürüşdürməlisən. Səbirli ol da, vaxt bitsin, tənəffüs edeyim. 3 dəqiqə qalır. 3 dəqiqəyə o məntiq sualını izah edə bilmərəm, yoxsa eləyərəm. 3 dəqiqəyə yerləşməz, amma ən az bir 5 dəqiqəyə osturmaq olar. Hə. Excel ait burada məncə başqa sual yoxdur. Düzdür, bu qəbulun içində. Var. Excel ait sual var. Bir elektron cədvəl ilə bağlı doğru mülahizələri müəyyən edin. Düzdür, səhvdir. Uşaqlar, düzdür, səhvdir 1. Bax, 1 düzdür, səhvdir. Niyə? Sütun sayını tapanda neyini yazacağım? B-dən F-ə kimi sayacağım? B, C, D, Y, F. Neçədən oldu? 5 dənə. Xana sayı nə qədərdir? Sətir sayı neçə dənədir? 2 dənə. 5 vur 2, 10. Düz. Niyə? Sütunlar sayında daxil edir. B, D, D, Y, F. O sürüşdürmə sualı. Xana sayında bax. O mən B-dən F-ə cədvəl quranda orada 5 sütunlar yoxsa yoxdur. Deməli, B daxil edir. B, C, amma qabağa gedəndə mən B-dən qabağa getsin. Belə sayardım. D-yə bir addım, D-yə bir addım, F-ə növbət addım. Amma sən xana sayı olaraq baxırsan, bunların hamısını saymalısan. Xana sayı başqa şeydir. B, C, D, Y, F. 5 dənə sütun var. Sətirlər də sayında 5-ci sətir 6-cı. 2 dənə sətirim var. Sətiri sütuna vursan 10. Tabi get. Düzdür. Bəli. Əlbəttə icazə verəsən Excel sualları bu rekordun içində bitsin, olar mı? İcazə versən? Sam A2 qoşa nöqtə C5 düsturu
A2 və C5 xanalarının ədədi qiymətlərinin cəmini tapır. Xeyr, A2-dən C5-ə qədər olan ədədlərin ədəd ortasını yox, onların cəmini tapır. Səhvdir. Mütləq istinaddır, düzdürmü? Səhvdir. Belə istinad səhvdir. İstinad mütləq istinad olmaq üçün nə olmalıydı? Dollar A, dollar 3 olmalıydı. Diapazonda 4 sətir var. Necə tapıram sətirlərin sayını? 5-dən 2 çıxıram, üzərinə 1 gəlir. 4, düzdür. 4 sütun var diapazonda, düz bir səhv deyir. Sayıram A, B, C, D, Y. Neçədən oldu? 5 dənə oldu. Mən səhv yazmışdım. Başa düşdün indi. Getdik. Belə uşaqlar. Və beləliklə də burada olan hissələr bitdi. İndi növbəti arada indi fasilədə 20 dəqiqə. Gedin yemək falan yiyin. Bax 13-20 burada olur. Mən o 20-də izah başlayacağam. Kim dedikdə mən problem deyil. Get. 13-20-də. Python. Qəbula düşən Python'dan izahına baxacaq. Siz də uşaqlar Zoom-dan qoşulanlar, siz də istirahət edin. Hardasa yarım saat qoşulur.